İkinci Qarabağ Savaşı'nın ilk saatlarından son dəqiqələrinə qədər Türkiye Azərbaycanın yanında olmuştur. Əziz qardaşım, Sayın Cumhurbaşkanı ilk saatlarda Azərbaycana destek gösterdi. Bütün dünyaya beyan etti ki Azərbaycan tek değil, Türkiye Azərbaycanın yanındadır. Bu bize çok büyük destek verdi. Siyasi ve mənəvi destek ve bize əlavə güc verdi. Ve bugün Azərbaycan xalqı haklı olarak size əziz qardaşım öz təşəkkürünü bildirir. Siz bilirsiniz ki Azərbaycanda herkes sizi sevir, size büyük hürmetle yanaşır. Siz bizim zəfərimiz için çok büyük işler görmüşsünüz ve bugün artık imar dövründe, bərpa dövründe yine de bizimle berabersiniz. Ben bilirəm ki sizin çok yoğun iş grafikiniz var. Siz bu yakınlarda Afrika'nın 4 ülkesinde resmi ziyarette olursunuz. Ondan sonra Türkiye'de bir önemli törende olmuşsunuz. Ondan sonra vaxt tapıp buraya gelip ki bizimle beraber Azərbaycan xalqı ile beraber bu güzel günde bir yerde olasınız. Biz bunu çok yüksek qiymətlendiririk. Bu əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir və həm Azərbaycan xalqına, həm Türkiye xalqına, həm bütün dünyaya bir mesajdır ki biz bir yerdəyik. Bizim birliğimiz sarsılmazdır və əbədidir. Və bugün bölgesel işlerinde ve hatta dünya çapında Türkiye ve Azerbaycan işbirliği, kardeşliği önemli faktora çevrilip. Türkiye, aziz kardeşimin liderliğiyle artık dünya çapında büyük güce çevrilip ve hiç kim Türkiye öz iradesini dikte edebilmez. Bu yakınlarda aziz kardeşimin Türkiye içlerine müdahale etmek isteyenlere ele cevap vermişti ki aziz kardeşim ki bu hesap edirəm ki bütün siyasetçiler için örnektir. Öz milli ləyaqətini qoruyan, öz xalqının, dövlətinin maraqlarını, çıxarlarını, qürurunu qoruyan ve savunan, müdafiə edən lider bax bugün buradadır, Azərbaycandadır. Zəngilandadır, Ağalıdadır. Bunu biz qiymətləndirməliyik. Və bütün Türk dünyası üçün Recep Tayyip Erdoğan faktoru en önemli faktorlardan biridir. Onu da bildirməliyəm ki, gələn ay Azərbaycan Türk Konseyində başkanlığını Türkiye təhvil verəcək və əminəm ki, Türkiye əziz qardaşımın rəhbərliyi ilə konseye uğurlu başkanlık edecek, Türk devletleri arasındaki işbirliği ve kardeşlik əlaqələri daha da güçlənəcək ve beləliklə bütün Türk dünyası için yeni imkanlar açılacak. Bugün burada Zəngilanda olarken tabii ki Zəngezur koridoru hakkında biz danışmasak düzgün olmaz. Zəngilan şərqi Zəngezur bölgesinde yerleşir ve buradan geçen Zəngezur koridoru bütün Türk dünyasını birleştirecek. Ve hem Azerbaycan hem Türkiye Zəngezur koridorunun gerçekleşmesi için əməli praktiki addımlar atır ve əminəm ki bu addımlar yaxın gelecekte öz bəhrəsini verəcəkdir. Bugün əziz qardaşımla birlikte ve qonaqlarla birlikte büyük avtomobil yolunun temelini koyduk. Bu avtomobil yolu da Zəngezur koridorunun bir parçasıdır. Ve bu avtomobil yolunun ve demir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq. Ben bugün fürsətten istifade ederek bugün Azərbaycanın azad edilmiş torpaqlarda faaliyet gösteren birçok Türkiye şirketlerine öz şükranlarımı
çatdırmaq istəyirəm, təşəkkürümü bildirmək istəyirəm. Onların yorulmaz sələrin nəticəsində bugün bax bu bölgədə yollar çəkilir, dəmir yolları çəkilir, tunellər çəkilir, altyapı, infrastruktur layihələri gerçekleşir. Bu bir daha bizim birliğimizin, bizim qardaşlığımızın təcəssümüdür və tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəliyə gedəcək, xalqlarımız daha da bir-birinə yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu işbirliği edəcək və beləliklə Türkiyə-Azərbaycan gücü, birgə gücü daha da təsirli olacaq. Bir daha əziz qardaşım, sizə Azərbaycana xoş gəlmişsiniz deyirəm, bütün qonaqlara xoş gəlmişsiniz deyirəm. Sizə və qardaş Türkiyə xalqına daim tərəqqi, firavanlıq, mutluluq diləyirəm. Sağ olun.